Salam, sabahınız xeyir əziz abituriyentlər. Mən sizə Baynes seminariyasında keçirilmiş 9-cu sinif buraxılış tipli monitorinq suallarını izah etmək istəyirəm. Deməli, 1, 2, 3, 4-cü suallar listeninglə bağlıdır. Hələ listeningi tapa bilməmişəm, ona görə paylaşmıram listeningi. Baxırıq 5-ci suala. Choose the correct variant. Doğru variantı istəyir bizdən. Tomorrow's meeting, a week's plan, dog's food, bir də the sun's light. Deməli, bu sualda nəyə baxmaq lazımdır? Apostrof S-in düzgün qoyuluşuna. Tomorrow's meeting, sabahki görüş, bu tamamilə doğrudur. Dog's food, itlər ayaq, bu yanlışdır. 3-də a week's plan, bir həftəlik plan, bu da doğru yazılıb tamamilə. Çünki an artiklı 1-ə bərabər olduğuna görə bu da təhdə işlənməlidir. The sun's light ifadəsi də yanlışdır. Çünki suns günəşlər cəmdə ola bilməz. Günəşlərin işığı olmaz. Doğru cavabımız 1, 3, yəni C variantıdır. Sonra gəldik 6-cı suala. Carol insisted on his test. Ümumiyyətlə, gerund qaydasında belə bir ifadə vardır ki, deməli, söz önləri olan suallarda əsasən ing-li bitən feil qoymaq lazımdır. O da gerunddur. Cavab A variantı tamamilə doğrudur. Bu birlər ola bilməz. 7-ci sualda Mississippi is one of largest rivers in USA. Deməli, burada Mississippi çay adı olduğuna görə Z Mississippi olmalıdır. One of the largest rivers in the USA. Amerika Birləşmiş Ştatları, Birləşmiş Dövlətlər demişdik, həmişə Z ilə işlənməlidir. Largest sifətin üstünlük dərəcəsi, bu da Z ilə olmalıdır. Mississippi-də çay adı olduğuna görə Z artiklının işlənməsi prosesi doğrudur. Baxıram 8-ci suala. My parents are going abroad. Cümlən tamamilə, deməli, təsdiq cümləsində verilmiş cümlədir. Ona görə də sən A variantını verə bilmərsən. D variantında neither ola bilməz. Y variantında da not either işlənə bilməz. Qalırsan B və C variantların arasında. Burada bəzi uşaqlar testi səhvlik eləyirlər, götürürlər sodu A-ya. Ancaq sodu A vermək olmaz. Nəyə görə? Çünki bu cümlədə are var. Yəni köməkçi feil zaten bəllidir. Ona görə də do-nu vermək doğru deyil. Qaldı C variantı. Sonra gəldik hansı testə. You eat much salty, it is not good for you. Deməli, deyir ki, sən çox duzlu yeyirsən. Bu sənin üçün yaxşı deyil. Deməli, sən duzlu yeməməlisən. Çünki bu sənin üçün yaxşı deyil. Ona görə should getdi. Are able-ın tusu çatışmırdı, bu getdi. Must getdi. Ought-un tusu olmadığına görə bu da getdi. Qaldı yeganə yerdə D variantı. You mustn't eat much salty. Sən çox duzlu yeməməlisən. Baxdım 10-cu testdə. Bread for you, I bought in the bakery. Deyir ki, bu çörək sənin üçündür. Mən onu, deməli, çörəkxanadan almışam. İndi bread burada sayıla bilən tək isimdir. Ona görə də 5 hərflilər olan these və those çıxmalıdır. Qaldım A, Y, D-nin arasında. Feildən sonra gələn obyekt əvəzliyi olmalıdır. Obyekt əvəzliyin burada bread-i əvəz elədiyinə görə, bread də sayılmayan isim olduğuna görə doğru cavabımız oldu A variantı. This bread for you. Bu çörək sənin üçündür. I bought it in the bakery. Nə they, nə its, nə də them ola bilməz variantlardan. Daha sonra gəldik 11-ci testimizə. Deməli, friends do you have? Burada who friends ola bilməz. Whose friends do you have? Kimin dostları sənin var, olmaz. Kim dostlar sənin var, ola bilməz. A getdi, C getdi. Whom friends do you have? Bu da ola bilməz. Kimi dostları sənin var, olmaz. How much-la how many-nin arasında qaldım. İndi how much sayıla bilməyən tək isimlərlə işləndiyi halda how many sayıla bilən cəm isimlərlə işlənir. Ona görə də friends cəmdə işləndiyinə görə much deyil, many-nin işlənməsi doğrudur. 12-ci testdə the list of guests given beforehand. Deməli, qonaqların listi qabaqcadan verilib. İndi burada oflu ifadədir. Mən uşaqlara baş salanda demişdim ki, mübtəda xəbər zulaşmasında oflu ifadələrdə
Deməli, sağdakı ismə deyil, soldakı ismə baxmaq lazımdır. Baxın, burada da göstərilib. Guess burada cəmdə işlənibdir. Of'un solundakı isim, list ismi təkdə işləndiyinə görə arı, were çıxmaq lazımdır. Doğru variantımız is, was, will be. Is tək xəbərdir, sonu s ilə bitib. Was da tək xəbərdir, sonu s ilə bitibdir. Yeganə qalır will be. Will be-ni də demişdim ki, istənilən tək ya cəm fərqi yoxdur. İsimlərlə işlənə bilər. Doğru variantımız oldu, D variantı. Baxıram 13-cü testdə. Choose a correct definition. A present, a character, a card. Present hədiyyə, karakter qəhrəmanlar, kart da kartda normal açıqca kart. A small piece of paper, kiçik kağız parçası. A person or animal in a story, hekayədəki bir şəxs və ya heyvan. A thing that you get on birthday, ad günündə aldığın bir şey. Deməli, bir şey olar, çünki ad günümüzdə nə alırıq? Hədiyyə alırıq. Qəhrəmanlar olar, hekayədəki insan və ya heyvan. Kart da kiçik kağız parçası. SBA olan variant D variantındadır. Baxıram 14-cü testə. Mary was zen Helen at doing crosswords. Deməli, burada zen var. Zen olduğuna görə sən zebeta olmaz, üstünlük dərəcəsində işlənir. Ebeta olmaz. Çünki en artiklı deməli adi dərəcədə olan sifətlərlə işlənir. Good adi dərəcədədir. Zebes də üstünlük dərəcəsində işlənir. Doğru variant qaldı, B variantı. 15 gözəl sualda 15-ci testi izah eləmək istəyirəm. I think of the boys has new clothes. Deməli, burada iki tərəflidir. Həm of verilibdir. Bilirsiniz ki, evri ofla işlənə bilməz. Ona görə evrini çıxdım variantlarda. Bu getdi, bu getdi. Sonra bir də no-nun ofla işlənmədiyini bilirsiniz. No ofla gələ bilməz. 6-da getdi. Yeganə qaldı 1, 3, 4. İndi onu da izah edeyim tam nəyə görə boss'u götürmədik. Çünki boss verilsəydi əgər boss of ifadəsi var. İsim cəmdə olanda xəbər də cəmdə olardı. Ancaq burada boss cəmdə işlənibdir. Həz isə təkdə olan xəbərdir deyə biz boss'u verə bilmərik. Ancaq each of'dur, neither of'dur və either of'dur. Bunların deməli ismi cəmdə, xəbəri təkdə olur. Doğru variant oldu, A variantı. Baxdım 16-cı testə. The train will leave when all passengers their seats. Deməli, when bağlayıcımızdır. When'in sol tərəfində gələcək sadə zaman verilibdir. Bilirsiniz ki, gələcək zamanlar ümumiyyətlə bağlayıcılardan sonra gələcək zaman işlənə bilməz. Gələcək zaman keçmiş zamanla uzlaşa bilməz. Qaldı yeganə variant take olan. The train will leave when all passengers take their seats. Bütün sərnişinlər yerlərinə əyləşdikdən sonra qatar yola çıxacaq. D variantı tamamilə doğrudur. Baxıram 17-ci suala. Choose a correct passive voice version of the sentence. Deməli, I invited my friends to my son's birthday party. Mən uşaqları işlədəndə belə izah eləyirdim. I burada sənin oldu mübtədən, invited oldu xəbərin, my friends də oldu sənin tamamlığın. İndi elə eləmək lazımdır ki, tamamlıq gəlsin olsun mübtədə. Tamamlığın mübtədə olmayan 4 bu olan variantını çıxırıq. Çünki I ilə verilib, I ilə başlaya bilməz. My friends gəldi elə, my friends qoyulmalıdır. Sonra invited keçmiş qeyri-müəyyən zamanda biz bilirik ki, to be üstə gələk VH olmalıdır sadə zamanlarda. Yəni, my friends cəmdədirsə, məsəl üçün keçmiş zamandadırsa, were invited olmalıdır. Aha, burada birinci sualda da yoxdur bu. 2-də var. Were ilə bin işlənə bilməz, have been, has been olmalıydı. 3-də çıxdı. Qaldı bir dənə 5. Were invited. Ona görə doğru variantımız 2, 5. Aha, bu oldu bizim qrammatika suallarımız. Gəlin short tekstlərə də baxaq. Choose a correct variant. Dear students, Greenwald Savers team embarks on a new campaign by cleaning the beaches. We will pick up the trash on the beaches and need volunteers who will help us. Deməli, əziz şagirdlər, Yaşıl Dünya Xilaskarları komandası yeni bir kampaniyaya başlayır. Bu kampaniyanın adı çimərlikləri təmizləməkdir. Biz zibilləri çimərliklərdən götürəcəyik və bizim könüllülərə ehtiyacımız var. Kim bizə yardım edər? Deməli, bu elə bir mətndən çıxardığımız nəticəni götürmək lazımdır. People want to contaminate the beaches.
İnsanlar deməli çimərliyi çirkləndirmək istəyir. Xeyr. The team needs students to help them with pleasure. Deməli, komandanın onlara məmnuniyyətlə kömək edəcək şagirdlərə ehtiyacı var. B doğrudur. Greenwald Savers team concluded the campaign. Deməli, Yaşıl Dünya Xilaskarları komandası kampaniyanı bitirib. Olmaz. Teacher saves the environment from pollution. Müəllimlər qoruyur çirklənmədən ətraf mühiti. Xeyr. Y'də the beaches are already cleaned by the students. Çimərliklər artıq şagirdlər tərəfindən təmizləndi. Bu da yanlışdır. Burada doğru cavab oldu B variantı. 19-cu testə baxıram. Hello Atilay, how are you doing? I want to inform you about my exhibition. It will be held in the Arts Center named after Səttar Bəhluzadeh. The show begins on Friday at 1 p.m. Hope to see you there. With high respect, Leyla. Salam Atilay, necə gedir? İstəyirəm ki, sənə öz sərgim haqqında məlumat verəm. O, rəsm mərkəzində, Səttar Bəhluzadə adına rəsm mərkəzində keçiriləcək. Deməli, show başlayır 5-ci gün saat 1-də. Ümid eləyirəm ki, orada olarsan. Böyük hörmətlə Leyla. Deməli, Leyla burada Atilayı çağırır öz sərgisinə baxmağa. The exhibition starts on Friday next month. Xeyr. Leyla is planning to participate in the art contest. Leyla deməli, rəsm müsabiqəsində iştirak etməyə hazırlaşır. Atilay is going to Səttar Bəhluzadə work. Hələ bəlli deyil. Leyla invites her friend to the demonstration of her works. Bu tamamilə doğru variantı, D variantı. Çünki burada deyir ki, Leyla öz dostunu, deməli, öz işlərinin nümayişinə çağırır, dəvət edir ki, mənim də əsərlərim orada göstəriləcək. Aha, bir də baxıram 20-ci suala. Şəhla feels anxious after moving to a new school. Şəhla yeni məktəbə köçəndən sonra özünü narahat hiss edir. She is nervous about meeting new classmates and adapting to the unfamiliar environment. O çox gərgindir yeni sinif yoldaşlarına və ona tanış olmayan ətraf mühit ilə adaptə olmağa. She misses the comfort of her old school. O, köhnə məktəbinin komfortunu özləyib. What advice would you give to Şəhla? Şəhlaya nə məsləhət görərdiniz? Ignore your anxiety, it will go away by itself. Deməli, gərginliyini bir kənara qoy, o öz-özünə gedəcək. Xeyr. Stay alone and avoid talking to others. Tək qal və başqalarınla danışma. Bunu da demərik. Pretend everything is okay and don't share your feelings. Hər şey yaxşıymış kimi davran və hisslərini paylaşma. Keep comparing the new school to the old one. Deməli, yeni məktəbin və köhnə məktəbini müqayisə elə. Bu da olmaz. Join a club or activity to make new friends. Deməli, bir kluba ya da bir fəaliyyətə qoşul, orada dost qazan. E variantı burada tamamilə doğrudur.